Dostlar salam, sizinlə mən Qurban. Bugün sizinlə sobada dana əti hazırlayacağıq. Onun üçün bizə lazım olacaq belə bir dana əti, təzə kartoşka, yağ, sarımsaq, duz və istiot. Biz bunu ən asan yolla, ən elementar bir yolla hazırlayacağıq. Onun üçün biz nə edirik? Qəşəngcə əti duzlayırıq, istiyotlayırıq və mən sarımsağı deşib içinə salacağım. Amma siz istəsəz üstünə də qoya bilərsiniz və yaxud da kənarına da qoya bilərsiniz. Başlayaq. Və sarımsağı belə daxil edirik ətin içinə. Ki sarımsağın dadı ətin içinə hopsun. Dostlar, belə bir gözəl ətimiz alındı. Mən yeni bir eksperiment aparmaq istəyirəm. Bilmirəm bu necə alınacaq bizdə. Amma görək. İstəyirəm birinci qəşəng kartoşkaları belə kəsim və altdan düzüm əti üstünə qoyum ki ətin suyu kartoşkaya hopsun və kartoşka ətin suyunda bişsin. Görək bu bizdə necə alınacaq. Ümid edirəm bu yaxşı alınacaq dostlar. Bunları da sonra ətrafına sayacağım. Və duzlayaq ki şu anda duzu çıxsın. Və dostlar, belə ətimizi qoyuruq kartoşkanın üzərinə. Bu formada. Ətimizi belə kartoşkanın üzərinə qoyduq və indi biz ətin üzərinə belə şit yağ əlavə edəcəyik. Bu formada. Belə formada biz yaxşıca ətimizi bükürük hər tərəfi. Və kağızdan sonra dostlar qəşəng mütləq şəkildə faygaya bükürük. Dostlar, bu formada alındı və biz bunu sobaya əlavə edirik. Onu da deyim ki, sobamızı biz 180 dərəcəyə qoyuruq və əvvəlcədən qoyuruq ki, soba tam qızsın. Bu minimum 1 saat yarım sobada qalmalıdır və az xodda 180 dərəcədə bişməlidir ki, ət dağılsın. O restoran effektini biz ala bilək. Dostlar, artıq bizim sobada yeməyimiz hazır olur və biz belə bir şey eləyəcəyik. Yağdan ona sos hazırlayacağıq. Bunun üçün biz yağı əridəcəyik və üzərinə xırda doğranmış sarımsaq əlavə edəcəyik. Dostlar, və ətimiz sobadan çıxanda üzərinə bunu əlavə edəcəyik. Dostlar, sarımsağı xırda doğrayacağıq.
yağa sarımsağı əlavə edəcəyik. Dostlar, əsas məqam biz ətimizi sobadan çıxardacağıq və baxacağıq nəticəyə. Və bizim ətimiz necə alınır? Əsas məqam, əsas məqam. Oy. Çox istidir. Oy. Siz bir bu gözəlliyə baxın. Dostlar, bu prosta dəhşətdir bu. Kartoşka əsl mənim istədiyim kimi dostlar, super alınır. Oy, ətə baxın. Necə dağılır. Soğuzu da əlavə edək üstünə. Dostlar, artıq ətimiz hazırdır. Kartoşkamız dəhşət alınır. Çox gözəl görünür və mən səbirsizliklə bunun dadına baxmaq istəyirəm. Yumuşaq dostlar. Adamın ağzında dağılır. Kartoşka əriyir. Dəhşət. Prosta söz yoxdur. Dostlar, super alındı. Biz bişirdik, indi növbə sizdədir. Əgər belə videoların davamının gəlməyini istəyirsinizsə, bizə takib atın, abunə olun. Sağ olun dostlar, gələn görüşlərə dək.